Alisa möcüzələr ölkəsində nağılı. Bir gün Alisa adlı kiçik bir qız çəmənlikdə oturmuşdu. O çox sıxılırdı və ətrafdakı hər şey ona cansıxıcı gəlirdi. Birdən o əlində saat olan və tez-tez gecikirəm deyə tələsən ağ böyük bir dovşan gördü. Dovşan kürkündən çıxarıb baxdığı saatı görən Alisa çox təəccübləndi və onun arxasıca qaçdı. Dovşan bir anda böyük bir dəliyin içinə tullandı. Alisa da maraqdan özünü o dəliyə atdı. Alisa yerin altına düşürdü. Amma bu çox uzun çəkirdi. Nəhayət ayaqları yerə dəyəndə özünü kiçik qapıları olan böyük bir salonda gördü. O dovşanı izləmək üçün qapılardan keçməli idi. Amma o çox böyük idi. Alisa masanın üzərində "Məni iç" yazılmış bir butulka tapdı. Qorxa-qorxa içən kimi o kiçikləşdi. İndi qapıdan keçə bilərdi. Amma açar masanın üstündə qalmışdı. Sonra o "Məni ye" yazılmış bir piroq gördü. Piroqu yeyən kimi o çox böyüdü. Alisa gah kiçilir, gah böyüyür. Amma heç cür rahat bir ölçü tapa bilmirdi. O ağlamağa başladı və göz yaşları otağı böyük bir gölə çevirdi. Nəhayət Alisa göz yaşlarından qurtulub yavaş-yavaş yuxarı çıxanda qəribə parlaq bir meşəyə çatdı. Orada böyük bir göbələyin üzərində nəsə çəkən mavi bir kəpənək gördü. Kəpənək ona hansı ölçüdə olmaq istədiyini soruşdu və göbələyin bir hissəsini yeyərək yenidən normal ölçüsünə qayıtmağın sirrini öyrətdi. Daha sonra Alisa daha qəribə bir səhnənin şahidi oldu. Çılğın papam, şlyapaçı, mart pişiyi və yuxulu siçan qəribə bir çay dəstgahında oturub doğum günü olmayan günləri qeyd edirdilər. Onlar çox çılğın idilər. Tapmacalar deyir və mənasız mahnılar oxuyurdular. Alisa bu dəlixanadan qaçıb meşənin dərinliklərinə getdi və nəhayət qırmızı kraliçanın qəsrinə çatdı. Kraliça çox kobud və hər şeyi öz bildiyi kimi edən biri idi. Hər kiçik səhvə görə o, "Başını kəsin" deyə qışqırırdı. Qəsrin ətrafındakı hər şey qəribə idi. Hətta qulluqçular, kraliça və kralın özləri də oyun kartlarından idilər. Kraliça Alisanı məcburi şəkildə qəribə bir kriket oyununa cəlb etdi. Burada cücə quşları kriket ağacı, kirpilər isə top rolunu oynayırdı. Qəfil dovşan yenidən peyda oldu. Kraliça Alisanı məhkəməyə çağırdı və ona nəsə bir cinayət etdiyini dedi. Bütün otaqdakılar Alisanın üstünə qışqırmağa başladılar. Alisa bu qarışıqlığa dözə bilmədi və "Siz hamınız bir dəstə oyun kartısınız" deyə qışqırdı. Bu an Alisa qəfildən oyandı. O çəmənlikdə uzanmışdı. Deməli bütün bunlar bir yuxu imiş. Bugünlük də bu qədər əziz dostlar. Sabah eyni saatda Naranın nağıllarında görüşərik. Hələlik.